Hə, başlayaq. Belə, bugünkü buraxılışa məsul kimdir? Həsənov. Kamal sənsən? Bəli. Hazırsan, başla. Beynəlxalq Xronika, nüvə silahının qadağan edilməsi barədə müqaviləni iki ölkədə imzalamışdı. Belə, qəbul olunur. Bunu bütün buraxılışlarda verin. Faşist cəlladı Franz Stengel 50.000 günahsız insanın ölümündə mühakimə olunur. Məhkəmə Düsseldorfda gedir. Qəbul olunur. Hökmən axşam buraxılışına salın. Bədii salonda gənc rəssamların sərgisi açılmışdı. Açılışda SSR Rəssamlar İttifaqının katibi Tahir Salaxov iştirak etmişdir. Qonaqların arasında bütün respublikaların, eləcə də Moskva və Leningrad şəhərlərinin nümayəndələri var. Birinci axşam buraxılışında verək. Yaxşı. Xəbərlər Agentliyinin məlumatı. Azərbaycan güləçləri yerli Əfqanistan idmançılarına qalib gəlmişlər. Rafiq Hacıyev birinci priz almışdır. Çox gözəl. İdman xəbərlərinə. Belə. Daha nə var? Respublika xəbərləri. Füzuli rayonu 1 may kolxozunun pambıqçıları dövlətə pambıq satışı planını vaxtından qabaq yerinə yetirmişdir. Bunu gündüz və ikinci axşam verilişlərində verə bilərsiniz. Səhər verilişlərində də təkrar etmək olar. Reportajı bir də soruşdu səndən, hələ ki yox. Sənin tapdığın o brigada var, valla südlü dəyirmandır. Yaxşı, mən getdim. Ha, tənəffüsdə heç yerə getmə, bir yerdə çörək yeyirik. Salam. Ha, salam. Necəsən? Çox sağ ol, çox sağ ol. Salam İntiqam. Hoş gördük. Salam. 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 Hoş gördük. Salam qızlar. Salam, salam. Hoş gördük. Salam. Eylə, zəhmət olmasa bunu çap elə, 3 səhifədir. Bura bax, gözləməkdən yoruldum. Ərin aşan gedir ezamiyyətə. Of, zarafatın insan da qalmırsınız ha. Yarım saatdan sonra gəlirəm, söhbətin ardı qalsın sonraya. Oldu? Yaxşı. Hazırdır. Zaurun materiallarını qurtarım, sonra sizinkini yazaram. Axı mən qabağam. Salam Zaur. Salam. Salam. Qəribədir, biz sizinlə nə yaman tez-tez rastlaşırıq. Sizi bilmirəm, amma mən sizi görəndən sonra işlərim yağ kimi gedir və sizi... Amma hev ki, mənim işlərim yağ kimi getmir. Bağışla, mənim işim çoxdur. Xahiş edirəm, bir dəqiqə. Poçek yazmışam. Bəlkə baxasız, əminəm ki, sizin xoşunuza gələcək. Təəssüf ki, mənim ixtisasım üzrə deyil. Fikrət, bir dəqiqə buraya. Tanış olun, bax, bir yoldaş sənə hər şeydə kömək eləyə bilər. Eləyərsən də, eləyərsən. Zavur, tez ol, səni soruşurlar. Mən bayaları sizə dedim ki, burada yoxam, obyektiyəm. Axı yaxşı deyil. Demişim ki, buradasan, indi gələcəksən. Al, səni gözləyir. Sən işində ol. Bəli, buyurun. Aha, sənsən. Salam, Nadir. Qorxuram ki, heç bugün də baş tutmasın. Başımı qaşımağa vaxt yoxdur. O qədər iş var ki. Gecə düz saat 3-ə kimi işləmişik. Başa düşürəm, elə mən də səni görmək istəyirəm, Nadir. Amma valla vaxt yoxdur. Onda belə eləyək. Bəlkə səninlə biz... Bugün neçinci gündür? Ha, 3-cü. Onda şənbə gün axşam mənə sən gələ. Danışdıq? Amma mən ölüm incimə. Yaxşı. Hoşuma gəlir pələng balası? Gəlir. Sizin pişiyə necə? Oxşayır mı? Oxşuyur. Daha nədən xoşun gəldi? Ay balasını gördün? Yox. Görmədin? Yox. Bəs nə gördün? Tülkü. Ha, tülkü xoşuma gəldi? Gəldi. De görüm, meymunlara baxmısan? Sən baxanda onlar neynirlər, ha? De. Bəs şirləri necə? Onları gördün, ha? Südü necə içirdilər? Xoş
xoşuma gəldi, hə? Bəs pələng balaları, o gombul, totuş vardı ya, onlar necə, xoşuma gəldi? Mehpara, sən birinci dəfədir zooparka gəlmişsən? Yox, ikinci dəfə. İkinci dəfə. Hansı heyvanlar xoşuma gəldi? Meymunlar, ayılar, sonra zürafə, ayının balaları, pələnglər, pələngin balaca balaları var. Mən sizdən xahiş edirəm, çox xahiş edirəm, bugün göndərin, bugün. Salam əleykum. Bəli, bugün, bu kvartala nə düşürsə hamısını göndərin. Bilirsinizmi, çaqqallarımızın tükü dökülür. Hə? Əgər vitamin olmasa ölə bilərlər. Hə, öləcəklər. Niyə yonda? Heç olmasa onu göndərin. Hə? Xahiş eləyirəm. Gözləyəcəyəm. Xudahafiz. Sağ olun. Hə. Söz verdi ki, işin axırına qədər göndərsin. Gələn kimi mütləq mənə xəbər eləyin. Baş üstə. Mən Azərbaycan radiosunun müxbiriyəm. Zaur Xəlilbəyli. Zooparkınızda da olan pələnglər üçün gəlmişəm. Siz bizim radio dinləyicilərə bu vaxtda nə deyə bilərsiniz? Bu bizim hamımız üçün çox xoşdur, gözlənilməzdir. Belə hadisə ölkəmizin ancaq 2 zooparkında olub, Kiyevdə və Moskvada. Əlbəttə, qəfəsdə pələngin doğulması nadir haldır, böyük sensasiyadır. Bu şəraitdə doğulmuş pələnglər üçün xüsusi baxım, xüsusi qayğı tələb olunur. Körpə pələnglər özlərini yaxşı hiss eləyirlər. Ümid edirik ki, zooparkımızda bu hadisə təkrar ola bilər. Çox yaxşı. Zooparkınızda daha nə kimi yenilikləri var? Məsələn, daha hansı heyvanların alınmasını gözləyirsiniz? Buyurun, zəhmət olmasa. Bu yaxınlarda biz 2 cüt padiyan almalıyıq. Bunlar çox qəribə heyvandılar. Mənə elə gəlir ki, bu heyvanlar zooparka gələnlərin hamısının marağına səbəb olacaqlar. Amma mən bizi çox narahat edən məsələlər barədə danışmaq istəyirəm. Bizim filin dayandığı xalxalı görmüsünüz. Ürəyi olan buna tab eləməz. 4 ildir ki, yazıq fil zəncirə bağlı dayanıb orada. Dəfələrlə şəhər sovetinə müraciət eləmişəm. Hər dəfə də söz verirlər ki, yeni sahə ayrılacaq. Vəssalam, bununla da iş bitir. Bax, gedəyim göstərim sizə. Görmüşəm. Çox acınacaqlı haldır ki, fil saxlamaq üçün yerimiz yoxdur. Bəlkə bu işə bizə kömək eləyəsiz, bilmirik neyək. Çalışaram, amma bugün yox. Bu işdən ötürü mən sizin yanınıza məxsusi gələcəyəm. Məsələ bundadır ki, bugünkü reportajımız bazar günü üçündür. Redaksiyamıza əyləncəli proqram lazımdır. Bizə kömək eləməyə söz verirsiniz? Əlbəttə, hökmən. Ana Zavur, əyləş yaparım. Dayan, gəlirəm. Evet. Salam. Harda itib batmısan? Görünmürsən, qədiş. İş çoxdur. Kilərdə pəsəng olmuşuq. Eş vaxt tapılır ki. Alatay, mənə də yox da. Bilirəm, siz jurnalistlərin işlərindən xəbərim var. Qədişimsən, nə olar? Bizim yeməkxana haqqında televizordan bir veriliş düzəltdə. Onu heç olmasa 2 ay canımız revizorların əlindən qutarar. Sən mənim canım, elə də. Sən əlində neçə gün işdir? Çalışaram, mütləq. Hamı vurulur gözəliyinə, əsrin olur, kim baxsa sənə, sən baxmasaydın əvvəlcə mənə, mən dönəcəkdim sənin kölgənə. Qulaq as sözümə,
danışa bildin? Danışdım, ot kimi. Ağzını təzə açmışdım, mənə baxıb dedi, ora bax, otində mənə ərim gözləyir. Özdə master sportlu boksçu. Arvadını da küçədə saxlayan kişilərdən zəndəki zəhləsi yerləşər. Bəs sən nə dedin? Ne diyeceğim ben yazık dedim canım. Benim master sportla ne haberim? Elə məni 3-cü dərəcəli boksçu da bəsləyir mən ölümə. Deyəsən... Bilirsən nə var? Deyəsən mən o qızı tanıyıram axı. Belə... Onun üzü çox tanış gəlir mənə. Amma yox, deyəsən səhv edirəm. Həri səhvsən. Sən onu tanısaydın da o gic-gici pəhlivanları getməzdi ki. Hardan bilirsən gic-gicidir? Bilirəm ala, mən ölüm boksla kim məşğul olur, başı xərab olur. Ala, mənim kiçik qardaşım elə cəmi 2 aydır boksa gedir, uca mən ölüm onun da başı xərab olur. Bəlkə heç ərizadı yoxmuş, alladıb səni. Bir öyrənəydin də. Öyrənəydin ha, sanki mənim xasiyyətimə bələdsən, bilirsən ki, mən cin atına mindim ha, heç nə. O birini deyəcəkdi, mən deyəcəkdim, ikisini başlayacaqdı dava. Amma özün arxayın apardı, deyəsən əri vardı, əri. Aman, hadi keç görüm, kuzu kesibsən. Yaxşı da, eti biləm hərdən bir görsən. Yaxşı. Ada bir sağ ol elə də, müsəlman deyilsən. Sağ ol.